Təbiətin insan övladına 4 əsas bəxşi: od, su, torpaq və ən əsası nəfəs aldığımız hava. Hava bəşəriyyət üçün təkcə nəfəs yox, həm də enerji mənbəyidir. Ələxüsus Azərbaycanda. Burada külək təbiət hadisəsi olmaqla yanaşı strateji enerji resursuna çevrilir. Ölkənin enerji xəritəsində yeni istiqamətlər açır. Küləyin gücünü nəhəng enerjiyə çevirən, Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək elektrik stansiyası hesab olunan daha bir mega layihə. Xızı-Abşeron külək elektrik stansiyasındayıq. Hər gün atmosferə tonlarla karbohidrogen qazı buraxılır və ən dəhşətlisi odur ki, bu qaz hələ 100 il sonra da havada qalır. Nəticədə qlobal istiləşmə sürətlənir, ekoloji tarazlıq pozulur və enerjiyə olan tələbat günü-gündən artır. Hazırda dünyada istehsal olunan enerjinin təxminən 1/3-nin mənbəyi yaşıl enerjidir. Onun böyük hissəsi su və biokütlədən, kiçik payı isə günəş, külək və geotermaldan təmin olunur. Yəni bugün dünyanın enerjiyə heç vaxt olmadığı qədər ehtiyacı var. Ehtiyac olduğu qədər də imkanlar mövcuddur. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Ənənəvi enerji resursları ilə zəngin olmasına, dünyada enerji ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Və məhz bu sahədə Səudi Ərəbistanının Akopower şirkəti ilə həyata keçirilən 240 megawatt gücündə Xızı-Abşeron külək elektrik stansiyası böyük addım hesab olunur. Layihə hər mənada nəhəngdir. İstər investisiya dəyəri, istər layihənin həyata keçirildiyi ərazi, istərsə də külək turbinlərinin gücü. Yaxşısı, gəlin hər detala ayrıca nəzər yetirək. Bu stansiya Azərbaycanda bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Bunun istehsal gücü 240 megawattdır. Və təbii ki, həm dediyim kimi ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq və təbii qaza bizim qənaətimiz və planlarımızda olan təbii qaza qənaət məsələləri də öz həlli tapacaq. Və təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır. Turbinlərimiz hər biri 6,5 megawatt kapasitelidir. Hər birinin hündürlüğü 100 metredir ve turbinlerde kullandığımız ekipmanların hepsi son teknoloji ve rüzgar enerjisinin veyahut da bölgedeki rüzgar kapasitesine göre dizayn edilip ona göre seçilmiştir. Türbinde gördüğünüz gibi rüzgar enerjisi kanatlar vasıtasıyla toplanıp yukarıda gördüğünüz nasel dediğimiz elektrik jeneratörünün olduğu bölgeye transfer edilir. Orada da elektrik enerjisi çevirmektedir. Kanatlarımızın her biri 85 metredir. Yukarıda gördüğünüz nasel içerisindeki bütün elektrik ekipmanlarını içermektedir. Bu şekilde üretilen elektriği aşağıdaki trafolara iletip trafolar vasıtasıyla da yarım stansiyaya iletilmektedir.
Vurğulaşı olaraq qeyd eləmək lazımdır ki, bunlar çox nəhəng qurğulardır. Yəni Bakıdan bizim müxtəlif istiqamətlərə hərəkət etdikdə bir çox avtomagistrallardan həmin o böyük külək turbinlərini görə bilərsiniz. Bu nəhəngliyi həmin layihənin istismara verilməsi və onun inşası vaxtında bizə kifayət qədər mürəkkəb problemlər törətdi. Belə layihələrin həyata keçirilməsi uzun və mərhələli prosesdir. Əvvəlcə ərazi aylarla, bəzən isə illərlə müşahidə olunur. Küləyin intensivliyi və davamlılığı xüsusi avadanlıqlarla ölçülür. Toplanan məlumatlar əsasında ən səmərəli nöqtələr müəyyən edilir və yalnız bundan sonra tikinti mərhələsinə start verilir. Xızı Abşeron zonası da məhz bu cür geniş araşdırmalar nəticəsində seçilən ərazilərdəndir. Bölgenin özellikle seçilmesi ve Xızı Abşeron'da nispeten daha iyi enerji elde edilebileceği öngörüldüğü için burası seçilmiştir. Rüzgar enerjisinin santrallerini kurmak için öncesinden 1-2 sene ya da 2 senelik bir fizibilite çalışması ve ölçümler yapmanız gerekiyor. Bu proses daha önce 2020-21 yıllarında burada gerçekleştirilmiştir ve burada en verimli arazinin en uygun rüzgarının burada olduğu görülmüştür. Ayrıca uygun olarak arazi topolojisi olarak, arazinin yerleşimi olarak da bu da bakılmaktadır proje seçim, alanı seçim yapılırken ve bunu yaparken de yine Azerbaycan hükümetiyle beraber işbirliği içerisinde onların gösterdiği yerlerde incelemeler yapılıp, ölçümler yapılıp ona göre en uygun arazi seçilmektedir. Əsas yükünü məhz bu külək turbinləri daşıyır. Onların seçilməsi, əraziyə uyğunlaşdırılması və quraşdırılması isə kifayət qədər mürəkkəb və dəqiqlik tələb edən prosesdir. Seçimde önemli giriş input parametreleri. Buna göre ilgili türbin üreticilerle görüşülüyor. Bu araziye en uygun ne olabilir? Hatta ve hatta bir sonraki aşamada seçilecek türbinlerin Azerbaycan şebekesine entegre olabilecek grid compliance dediğim ya da şebeke uyumluluk şartlarını yerine getirebilecek türbinler seçilmektedir. Bu anlamda türbin dizaynı veyahut da türbin seçimi aşamasında bunların hepsi dikkate alınıyor. Bu turbinlərin hər biri təkcə texnologiyanın deyil, həm də mürəkkəb logistikanın nəticəsidir. Minlərlə kilometr məsafədən hissə-hissə daşınan bu nəhəng konstruksiyalar xüsusi marşrutlar və mərhələli planlama əsasında layihə ərazisinə çatdırılıb. Uzunluğu onlarla metrə çatan qanatlar, hündürlüyü 100 metrə yaxınlaşan qüllələr ayrı-ayrı hissələr şəklində təxminən 10.000 kilometrlik yol qət edərək bura gətirilib. Məhz bu miqyas və məsafə layihəni logistik baxımdan da olduqca nadir və mürəkkəb proseslərdən birinə çevirir. Bu türbinler Çin'de üretildi. Çin'de üretilen türbinler. Çin'den buraya, Azerbaycan'a büyük bir kısmı karayoluyla, diğer bir kısmı da deniz yoluyla gelmektedir. 2 tane farklı rotamız vardı. Birisi karayoluyla Kazakistan, Özbekistan'la Hazar Denizi'ne, Hazar Denizi'nde botlarla Azərbaycan kıyılarına ulaşdırıyor. Orada elə hissələr var ki, hətta gəmi ilə gələndə belə onlar gərginlik altında gəliblər. Çünki onlar dayandıqda onlarda deformasiyalar ola bilər və qarşısı alınmaz proseslər ola bilər. Ona görə çox mürəkkəb və çox ağır qurğulardır. Bir diğer rotada Kızıldeniz üzerinden, Karadeniz üzerinden, Türkiye üzerinden Azerbaycan'a ulaşmaktadır. Buradan da konteyner içerisinde getirilebilen veyahut da daha böyle paket halinde getirebilen türbin ile ilgili, lahiye ile ilgili
ekipmanlarımız transfer edilmiştir. Yani lojistik bu işin en önemli ayağı. Burada hər şey demək olar ki, nəhəngdir. Həm texnika, həm detallar, elə küləyin özü də. Elə bura gəlmişkən sizə bir maraqlı detalı diqqətinizə çatdırım. Bu həmin o turbinin pərdi. Uzunluğu 74 metrdir, turbinin özünün uzunluğu isə 100 metrdir. Yəni ümumilikdə bu turbin quraşdırıldıqdan sonra 174 metrə qədər uzunluğu çatdırılacaq. Tam bir il sonra yenidən həmin ərazidəyik. O zaman burada bizi təkcə küləyin səsi, işləyən texnikanın uğultusu və bu qurulmaqda olan böyük layihəli yenicə tanış olan biz vardıq. Amma bugün bizi tamam fərqli mənzərə qarşılayır. Nəhəngliklə bizi heyrətə gətirən həmin bu pərlər hər il 1 milyard kilovat saat elektrik enerjisi istehsal edəcək. Bu da o deməkdir ki, 300 min ev işıqlı olacaq, 220 milyon kubmetr təbii qaza qənaət ediləcək və 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısı alınacaq. Bizim hər bir turbinimiz bu mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub və turbin haqqında istənilən məlumatı bu SCADA sistemindən biz əldə edə bilirik. Bəli, stansiyanın ümumi idarə etməsi bu otaqdan həyata keçirilir. Dediyim kimi, hər bir turbin haqqında istənilən məlumat bu mərkəz SCADA sisteminə ötürülür. Biz 24 saat ərzində turbinlərin hər birini monitorinqini həyata keçiririk. Əgər turbinlərin hər hansı birində nasazlıq və yaxud onun nəzərdə tutulandan aşağı bir istehsal olarsa, bu SCADA ekranında görünür və biz cəld şəkildə texniki personalı bu turbinə yönəldib problemləri aradan qaldırırıq. Ümumilikdə Azərbaycan enerji sisteminə 1,5 milyard kilovat saat elektrik enerjisi, təmiz yaşıl elektrik enerjisi verir. Bu kifayət qədər böyük göstəricidir və böyük rəqəmdir. Əgər Azərbaycan enerji sisteminin həcminə baxsaq, belə sənaye miqyaslı bərpa olunan enerji mənbələri layihələri enerji sistemi üçün xüsusi önəm kəsb edir. Bütün bu proses isə tək bir nəticə üçündür. Sadə dillə deyək, təsəvvür edin ki, hər zaman hiss etdiyiniz külək bu pərlərin arasından süzülərək yüksək enerjiyə çevriləcək və küləkdən yaranan güc sizin evinizi işıqlandıracaq. İnanılmaz deyilmi? Cənab Muhammed Abunayyan Səhər. Bugün ölkəmizin müxtəlif yerlərində bərpa olunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bugünə qədər Qaradağ rayonunda, bugün Xızı Abşeron rayonunda, yəni ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpa olunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 gigavat səviyyəsindədir. Yəni, növbəti illərdə bu proses artıq Azərbaycanda geniş şüşədə alacaq. Abşeron külək elektrik stansiyası 36 hektar ərazidə reallaşdırılıb. Layihənin ümumi investisiya dəyəri təqribən 340 milyon ABŞ dollarıdır. Bu həm enerji sektoruna yönəlmiş maliyyə yatırımı, həm də ölkənin dayanıqlı inkişaf strategiyasına verilən mühüm töhfədir.
Stansiya iki əsas hissədən ibarətdir. Abşeron rayon ərazisində yerləşən 12 turbinin ümumi gücü 78 meqavat, Xızı rayon ərazisində yerləşən 25 turbinin gücü isə 162 meqavatdır. İli istehsal göstəricilərinə gəldikdə isə Abşeronda 300 milyon, Xızı rayonda isə 600 milyon kilovat saatdan çox elektrik enerjisi əldə etmək mümkün olacaq. Turbinlərin iş prinsipi, biz layihəmizdə ən müasir texnologiyada tərciz olunmuş turbinlərdən istifadə etmişik. Belə ki, turbinin küləyin sürəti 3 metr bölək saniyəni ötdükdə turbin artıq enerji istehsalına başlayır və avtomatik olaraq şəbəkə ilə sinxronlaşır. Əgər küləyin sürəti 13 metr bölək saniyəni ötdükdə turbin artıq 6.5 meqavat saat enerji istehsalına başlayır və maksimum güclə işləyir. Bəzən küləyin sürəti daha yüksək səviyyələrə çata bilir və bu turbinə həm dinamiki, həm də mexaniki təsirlər göstərə bilər və turbini zədələyə bilər. Bunun üçün turbinlərin hər birində təhlükəsizlik sistemi quraşdırılmışdır və bu sistem əgər küləyin sürəti 25 metr bölək saniyə çatırsa, avtomatik olaraq turbini dayandırır və onun zədələnməsinin qarşısını alır. Turbinlərimizin hər birində küləyin sürətini və istiqamətini ölçən sensorlar yerləşdirilir. Bu sensorlar daimi olaraq məlumatı turbinin idarəetmə sisteminə ötürür və turbinin idarəetmə sistemi turbinin istiqamətini külək enerjisindən maksimum məhsuldarlığın əldə ediləcəyi istiqamətə yönləndirir. Bizim turbinlərdə çıxış gərginliyi təqribən 1 kW-dur. Bu istehsal olunan enerjini şəbəkəyə ötürmək üçün bu gərginlik 2 mərhələdə yüksəldilməlidir. İlkin mərhələdə biz gərginliyi 33 kV səviyyəsinə yüksəldilərək yarımstansiya ərazisində yerləşdirilən 33 kV-luq paylayıcı mərkəzə ötürürük. Daha sonra bu gördüyünüz transformatorlar vasitəsilə gərginlik 33 kV-dan 220 kV-a yüksəldilir və turbinlərdən istehsal olunan elektrik enerjisi Azərbaycan enerji sisteminə ötürülür. Enerjisində istehsalın səmərəliyi əslində birbaşa küləyin sürətindən asılıdır. Bu məlumatı əldə etdikdən sonra seçilən ərazinin mahiyyətini daha yaxşı anladıq. Tədqiqatlara görə Abşeronda küləyin orta illik sürəti saniyədə 9,35 metr, Xızıda isə 9,63 metr təşkil edir. Bu isə turbinlərin stabil və yüksək səmərəliklə işləməsi üçün kifayət qədər əlverişli göstəricidir. Məhz bu kimi təbii üstünlüklər hesabına stansiya il boyu dayanıqlı enerji istehsalını təmin edir. Ekipmanlardan bir tanesi, en önemli parametrelerden bir tanesi de türbinin temellerini, dizaynını yaparken toprak analizlerini ve topografik analizlerin iyi yapılmış olması gerekiyor. Türbinleri kurarken hava şartları, özellikle rüzgar en büyük bizim zorluklarımızdan biri olmuştu. Çünkü dediğim gibi bölge çok rüzgarlı bir bölge ve yılın birçok zamanında da hep rüzgar olan bir bölge. Yaz kış fark etmiyor ya da sezonsal değil. Güzel bir rüzgar alan bölge. Bu da tabii haklı olarak şey getiriyor, kurarken zorluklar getiriyor. Karşılaştığımız problemleri daha çok rüzgarsız günlere ya da gece saatlerinde kuraştırmaya, programlayaraktan çözmeye çalıştık. Xüsusi yollar çəkilməli oldu, çünki o böyük konstruksiyaların həmin o dağlarda mövcud olan yollar üzərindən getməsi qeyri-mümkün idi. Eyni zamanda da xüsusi olaraq həmin ərazidə quşların mühafizə sistemi inşa edilib. Bu da Azərbaycan üçün analığı olmayan bir sistemdir. Həmin o quşların mühafizə olunan sistemi süni intellekt əsasında özünü təlim aparır və əgər ilkin mərhələdə bizim çox ciddi problemlərimiz əmələ gəlirdi ki, məsələn, bütün quşlara reaksiya verirdi və müəyyən turbinlərin fəaliyyətini dayandırırdı. O da çox kəskin yük dəyişmələrinə səbəb olurdu. Vaxt keçdikcə bu bütün proses artıq kifayət qədər hamar bir vəziyyətə gəlib. Bugün Azərbaycanın ümumi enerji istehsalı 10.000 megavata yaxınlaşır ki, bu da faktiki olaraq ölkəmiz üçün tarixi rekorddur. Ancaq proses bununla da yekunlaşmır. Qarşıdakı illərdə yeni bərpa olunan enerji layihələrinin işə düşməsi ilə bu rəqəmin daha da artacağı gözlənilir. Bu isə həm artan daxili tələbatın ödənilməsinə, həm də Azərbaycanın elektrik enerjisi ixrac etmə imkanlarının genişlənməsinə şərait yaradacaq. Bu qədər böyük enerji istehsalı fonunda maraqlıdır. Layihə karbon qazı emissiyalarının
ixracatının azaldılmasına nə dərəcədə təsir göstərir? Ənənəvi enerji mənbələri ilə müqayisədə bu stansiyanın ətraf mühitə təsiri nə ilə fərqlənir? Bunlar sıfır emisyon üretim yapıyorlar ve böylelikle Azerbaycan'ın karbonsuzlaştırma hedefine de en önemli katkıda bulunuyorlar. Yani bu şekilde farklı alanlarda, farklı ekonomik, sosyal ve çevresel alanlarda katkıları olmaktadır. Yaklaşık 400 bin ton karbondioksit salınımına azalttığını görüyoruz. Bu şekilde bir katkısı var. İmzalanmış kontraktlara əsasında 2030-cu ilə qədər 6, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və günəş elektrik stansiyaları inşa ediləcək. Bura su elektrik stansiyalarının potensialını da əlavə etsək, əlbəttə ki, bu rəqəm daha da böyüyəcək. Təkcə son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bugün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Bərpa olunan enerji baxımından potensiallı ərazilərimizdir. Orada həm günəş potensialımız var, bizim Cəbrayıl, Zəngilan ərazisində, həm Laçın, Kəlbəcərdə külək potensialımız var və Qarabağ, Şərqi Zəngəzur Cənab Prezident tərəfindən bərpa olunan enerji mənbələri zonası elan olunub. Başlıca prinsip ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda istehlak olunacaq hər bir kilovat saat elektrik enerjisi yaşıl olsun. Buna həm hidro stansiyalarımız bizim aiddir, həm günəş, həm külək stansiyalarımız aiddir. Hidro potensialımız orada 500 meqavatdan yuxarıdır və onun artıq 300-dən artıq hissəsi reallaşdırılıb. Yaşıl enerji gələcəyin enerjisi adlanır və bugün dünyada bir çox ölkə məhz alternativ enerji mənbələrinə keçid edir. Bununla belə, hər dövlət bu qədər sürətli və böyük addımlar atmağa cəsarət etmir. Azərbaycan isə illər əvvəl əsrin müqaviləsi ilə başlatdığı enerji təchizatı yolunda yeni dövrə, gələcəyin enerji xəritəsinə qoşulmağa hazırlaşır. Bugün dövlətimizin adı dünyanın enerji ixracatçıları sırasında çəkilir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və bu 4 məhsulu xarici bazarlara ixrac edir. Çəkilişlərimiz ərzində gəldiyimiz əsas nəticə budur ki, çox yaxın zamanda rəsmi Bakı yaşıl enerji ixracında da qlobal enerji bazarlarında öz yerini tutacaq. Azərbaycana bu sahədə böyük etimad var. Çünki verilən açıqlamalar və fonda görünən nəhəng addımlar bir daha göstərir ki, sözümüz, imzamız qədər dəyərlidir və qanunidir.